Əzizlər məni kinoda, televiziyada və müxtəlif seriallardakı rollarıma görə tanıyırlar. Allahın lütfü, öz səyim, çalışmam və ustadlarımın sayəsində televiziyanın yaxşı və dəyərli seriallarından birində oynaya bildim ki, siz də məni elə ona görə tanıyırsınız. Adı nə idi? Nə? Mimi Sabu. Mən Mimi Sabu roluna görə rəhmətli Silahşurun və yanımda olan bir çox dostların əziyyəti ilə bu rolu oynadım. Serial yayımlananda bir çox İslam ölkələrində də nümayiş olundu. Demək olar, hər yerdə məni tanıyırdılar. Mənə çox hörmət edirdilər. Harasa alış-verişə gedirdim, mənə indirim edirdilər. Banka, hansısa idarəyə gedirdim, cəmaat növbədə dururdu. Öz-özümə deyirdim, axı mən necə edim, neyniyim? Birdən oradakılardan biri məni tanıyıb deyirdi, Mimi Sabudur. Mən də irəli keçirdim, işim düzəlirdi. İdarələrdə, hər yerdə. Yavaş-yavaş bu şöhrət məni təkəbbürlü etdi, özümdən razı saldı. Bir dəfə də magistralda sürətlə sürürdüm, polis saxladı. Düşdüm maşından, sürücülük vəsiqəmi ona tərəf aparanda, sürücülük vəsiqəmi ona uzadanda, o uzaqdan dedi, bu ki Mimi Sabudur, həmin o Yusuf Peyğəmbər serialındakı. Mən də ürəyimdə dedim ki, eybi yox, burada da vəziyyətdən istifadə etmək lazımdır. Yaxınlaşım, polis dedi ki, Yusuf Peyğəmbər serialında oynayan sənətçilərə yaraşmaz ki, sürət həddini aşsınlar. Qıssası cərimə də etmədi. Əcəb, bəxtiniz gətirib. Dedim, bəli də, biz də özümüzə görə adam olmuşuq artıq. Hamı bizə hörmət edir, hardasa mənə endirim etməyəndə, hörmət qoymayanda, ya da saymayanda şit olurdum, xətrimə deyirdi. Deyirdim, axı, niyə məni saymırlar? Mən məhfil verilişini izlədiyim vaxt yuxuya getdim. Əlbəttə, o yuxu mənim üçün oyaq qaldığım yüzlərlə andan daha real, daha üstün idi. Həmin o hadisə. Ayılmışdım, çox qorxurdum və bir səs eşidirdim. Amma bu səsi qulağımla yox, canımla, ruhumla eşidirdim. Həm içimdə bir fərəh vardı, həm də çox qorxurdum. Özünü təqdim elə. Mən Siruz Kahori Nejadam. Bəs soruşa bilərəm, siz kimsiz? وترى الناس سكارى وما هم بسكارى ولكن عذاب الله شديد. الله استجير بالله. Mən məhşər ayağındaydım. Qərib, tənha. Orada hara baxırdımsa qupquru biyaban idi. Göz işlədikcə nə bir ot vardı, nə də başqa bir şey. Çox qorxmuşdum. O tərəf, bu tərəfə qaçıb danışmağa bir kəs axtarırdım. Sonra anladım ki, bura məhşər ayağıdır, qiyamətdir. Harada olduğumu anlamağım çox çəkdi. Birdən bir səs gəldi. Elə bil bu səsi tək qulağımla yox, bütün canımla, varlığımla eşitdim.
Özünü təqdim et. Mən Sirus Kəhurinejadam. Mən Allah dərgahının mələklərindən biriyəm və bura qiyamətdir. Böyük hesab günüdür. Mən Rəbbim tərəfindən haqq hesab çəkmək üçün vəzifələndirilmişəm. Axı mən Mimisabo idim. Həzrət Yusuf serialında oynamışam. İnsanlar məni tanıyırdı, mənə hörmət edirdilər. Artıq bunların heç birinin sənə xeyri yoxdur. Səni tanıyanların heç biri də sorağına gələn deyil. İndi onların başı öz dərdlərinə qarışıb. Bəlkə bir çarə tapılar, mənim hesabımı çəkməyəsiz. Axı mən o dünyada həqiqətən çox iş görmüşəm. Mimisabo rolunu canlandırmışam. İnsanlar mənə hörmət bəsləyirdi. Axı siz də hər halda... Təəssüf ki, bunların heç biri bugün sənə fayda verməyəcək. وَاتَّقُوا يَوْمًا لَا تَجْزِي نَفْسٌ عَنْ نَفْسٍ ولا يقبل منها شفاعة ولا يؤخذ منها عدل ولا هم ينصرون. Yəni sən elə o Mimisabonun özü olsan belə, yenə də bu əməllərinin hesabının çəkilməməsinə əsas vermir. Ay Allah. Bu bir yuxu idi. Elə bir yuxu ki, həqiqətən oyaq olmaqdan daha gerçək idi. Oyandım, başım dumanlı idi. Hələ də nə baş verdiyini tam anlaya bilmirdim. Sonra isə sadəcə Allaha şükür etdim. Şükürlər olsun sənə, şükürlər olsun. Mənə bir şans daha verdin. Mənə bir şans daha verdi ki, bu dünyadakı əməllərimə bir daha nəzər salım. Onları gözdən keçirim. Şükürlər olsun sənə ilahi. Demək istəyirdim ki, bu şöhrət, bu hörmət, izzət, bu qarşılanmalar, o yuxuda gördüm ki, orada heç bir işə yaramır. Oradakı hesab kitab tamamilə başqa cürdür. Tam başqa.